tarix kitabları nəql edirlər. Həzrəti Peyğəmbər əleyhissalam və aleyh dünyaya gələndə Allah Taala dünyada elə hadisələr elib ki, heç bir mövlud, heç bir körpə, heç bir uşaq, heç bir peyğəmbər dünyaya gələndə o hadisə baş verməyib. Əziz peyğəmbərimiz dünyaya gələn axşam dünyada elə bir hadisə baş verib ki, şəhid rəhbərimizin sözü ilə desək, Allah Taala o qeybdən olan hadisələri eləməklə cəmaata, xalqa, millətlərə, ölkələrə, rəhbərlərə deyəcəyim indi başa saldı ki, tarixin dəyişdi. Tarix dəyişildi. Baxın, harda büt var idi, hətta Kəbə evin üstündə, Peyğəmbər anadına olan gecə bütlər üzü üstə toxunmadan Allah Taala'nın möcüzəsi ilə hamısı sındı. Məbədin kahinləri, bütlərin xidmətçiləri şoka düşmüşdülər ki, bu büt yəni özü yıxıldı. Büt özü yıxıldı, yox kimsə bunu yıxıtdı. Sava adlanan bir göl var idi. İrandadır. Bəziləri bütpərəstlər o gölə müqəddəs baxırlar, xurafat içindədirlər. O göl qurudu. Cəmaət hamısı səhər ayda görür, göl quruyub. İran padşahlarının, şahlarının və digərlərin, kəsraların, zalimların saraylarında olan eyvanlar ki, o eyvanda oturub öz villasında sanki tamaşa edirdilər, o eyvanlar hamısı söküldü. Çatladı. Təsəvvür edirsiniz? Atəşpərəstlərin bir atəşgahı var idi. Deyirlər ki, 1000 il idi qoymurdular o sönsün. Həmin gecə o söndü. Kəsranın sarayı məhv oldu. Və son, həmin gecə padşahlar, rəhbərlər pis yuxu gördülər. Nə demək istəyir? Alimlər buyururlar ki, Allah Taala bütün bu qeybdən olan hadisələri, bir körpə hələ dünyaya gəlir. Bununla başa saldı ki, tarix dəyişildi. Bundan sonra bəşəriyyətə nicat verən şəxs bütləri sındıracaq, zalimların hakimiyyətinə son qoyacaq, dinin sahibi gəldi.